وقل جاء الحق وزهق الباطل إن الباطل كان زهوقا. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. اللهم صل وسلم وبارك على عبدك ورسولك محمد وعلى آله ومن استنى بسنته إلى يوم الدين. أما بعد. Mən də öz növbəmdə qardaşlarıq edirəm və Peyğəmbər sallallahu aleyhi və səlləmin etdiğini qardaşım üçün edirəm ki, Barakallahu lək və barakə aleyh və cəmaə beynəkümə fi xeyr. Allah istilacınızı xeyri bərəkət edilsin. Sonra əslində Yunusiyyə qardaşım və Kamal qardaşım danışıqdan sonra belə fikirləşirəm ki, mənim kimi ağzız qulunun danışmasına ehtiyac yoxdur. Lakin xatırlatma baxımdan mən də qısa da olsa xatırladım. Ümumiyyətlə o ailələr ki, xoşbəxt olmaq istəyir, ilk növbədə biz aililər görürlər ki, xoşbəxt olmaq istəyən ailə xüsusən ilkin kitəcəkləri mütləq Allah təbarək və təalənin əmrlərini yerinə etməli və qadağanlarından seçilməlidirlər hər işlərə. Əgər belə olarlarsa, Allah o ailəyə bu dünyada və ahirətdə səadət edəcəkdir. Allah buyurur ki, ya eyyuhellezîne âmenû lâ tehûnullâhe və rasûl. Ey iman edənlər, Allaha və Rasuluna xəyanət etməyin. Allaha və Rasuluna xəyanət etməyin. İbn Abbas radiyallahu anhuma buyurur ki, lâ tehûnullâhe bi-tərki fərâihi. Allahın fərzlərini zay etməklə ona xəyanət etməyin. Yəni, bu onu göstərir ki, o bəndə ki, Allah Allahın əmrlərini yerinə getirir, o bəndə Allah Allah'a xəyanət edir. Ona görə mən üçün növbədə özümə sonra bütün eşlər qardaşlarına siz edirəm ki, hər birimiz Allah Allahın əmrlərini yerinə getirək və Allahın qadağan etdiyi şeylərdən seçmək, hətta bu dünyada xilas olmaq, hətta bu dünyada rizah tutmaq və ahirətdə xilas olmaq üçün. Ümumiyyətlə, insan Allah Allahın daim xatırlasa, daim zikr etsə, bu dünyada və ahirətdə xoşbəxt olacaq. Ona görə sələflər deyirlər ki, xoşbəxtliyin sirri Allah Teala'nı zikr etməkdədir. Xoşbəxtliyin sirri Allah Teala'nı zikr etməkdədir. İnsan Allah yanında yaxşı olmaq istəyirsə, mütləq Allaha olan zəlliliyini, qulluğunu göstərməli və Allaha boyun əyməli və onun deyimlərini yerinə yetirməlidir. Bu qısa qardaşlar nəsiyyətlə kifayətləmək istəyirəm və Allah təbarək və təala istəyirəm ki, yəni işlərində çox faydalı etsin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi ecmaîn.